Salamlar hər kəsə. Sizə çox gözəl bir xəbərlə gəlmişəm. Çox şagird maraqlanırdı ki, müəllimə sıfırdan qrupunuz varmı? Varsa nə vaxtdan başlayacaqsınız? Və qərara gəldim ki, aprel ayının 1-dən sizlər üçün yeni bir yay qrupu açım. Hansı ki 2 ay yarımlıq bir proqramdır. Proqrama dinləmə, mətn tapşırıqları, sıfırdan qrammatika, esse sıfırdan necə yazılmalıdır? Biz bu haqqda uzun-uzun şagirdlərlə müzakirə edəcəyik və hər dərsin onlayn olduğu üçün sonunda dərs rekordu olunacaq. Yəni kim dərsə qoşulmursa, yəni narahat olmasın. Hər dərsin sonunda mən dərsin rekordunu qrupa atacağam. Dərslər həm əyani, həm də onlayn keçiriləcək. Həftədə 2 dəfə olmaqla saat yarım keçiriləcəkdir. Əyani dərslərim Ellər Akademiyada 20 yanvarda keçiriləcək, amma onlayn dərslərim isə Zoom proqramı ilə keçiriləcək. Məncə bu fürsəti qaçırmayaq, çünki yay proqramı avqust ayının ortalarından başlayacaq qruplara çox faydası olacaq. Yəni bu qrupa kimlər qoşula bilər, o haqqda da danışım. Xüsusilə 8-lər üçün, çalışqan 8-lər üçün, 9 və 10-cu sinif şagirdlər qoşula bilərlər və bu yay qrupu hər biriniz üçün çox ideal bir qrup olacaq. Hansı ki, biz bu proqramda ayın sonuna kimi 2 ay yarımlıq proqramda proqramı bitirməyi planlayırıq. Bu proqramın sonunda hər birinizin söz bazası özüm, yəni zəmanət verirəm ki, inkişaf edəcək. Həmçinin dinləmə, mətn bacarıqları, qrammatikamız çox güclənəcək. Hansı ki, qrammatika elə bir şeydir ki, biz müəllimlər buna 100% cavabdehik. Yəni qoşularaq biliklərinizi daha da təkmilləşdirə, həmçinin də növbəti tədris ilinə hazırlaşmış ola bilərsiniz. Qoşulmaq istəyənlər əlaqə nömrəmə yazıb qeydiyyatdan keçə bilərlər. Hər birinizə bir daha uğurlar. See you.